Hörmətli izləyicilər, pensiyaların artırılmasını və ya pensiya yaşının endirilməsini istəyirsinizsə, bu videonu maksimum dərəcədə bəyənib, şərh yazın ki, sayınızı bilək. Xəbər Azın məlumatına görə. Pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60% deməkdir. Yerdə qalan 40% isə yaddan çıxmır. Qafqazinfo xəbər verir ki, bunun jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib. Nazir bildirib ki, pensiya artacaq. Orta aylıq əmək haqqı artımının proqnozumuz bu il üçün 15%dir. Buna uyğun olaraq 2025-ci ilin 1 yanvarından artılıb pensiyaçılarımızın pensiyası əlavə 20% olaraq artacaq. Dövlət Sosial Müdafiə Fondu pensiyaların veriləcəyi tarixi açıqlayıb. Fonddan Bakı Nəfsə verilən məlumata görə aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Astara və Leyik dağlarının saf təbiətindən toplanan bu bal min bir dərdin dərmanıdır. Arıçı daşqının 100% təbii balını sifariş etmək üçün ekrandakı nömrə ilə əlaqə saxlayın. Çatdırılma tamamilə ödənişsizdir.